Sen sağ olun. 34 ildən sonra gəldim mən Sağ olun. atamın əsir saxladıqları yeri. 1991-ci ildə ermənilər atasını əsir götürdü. 2025-ci ildə övladı atası əsir saxlanıldığı Xocavənd rayonundakı sığınacağı tapdı. 34 ildən sonra erməni vəhşiliyinin qurbanı olan Laçın rayonu Vağazin kənd sakinləri Şahin Xəliloğlu Hüseynov, Bəhmən Əkbəroğlu Məhərrəmov və Hüseyn Orucoğlu Novruzovun övladı Zabil Novruzov atasının saxlanıldığı sığınacağı ziyarət edib. Xocavənd rayonunda erməni qəbirstanlığının yaxınlığında 3 ay əsir qaldıqları sığınacağı gecə dağıdaraq qaçmağa müvəffəq olmuşdurlar. Erməniyə əsir düşmüş 3 şəxsdən biri olan Şahin Hüseynov əsir saxlanıldıqları sığınacağı necə dəlib keçdiklərini şərh etmişdir. Dinləyək. Dabra. Bak diye ha. Bak kapı hemen tahta kapı. Bağladı böyle. Dıra bak. Görsem diye ha. Hemen bak beton stüdyo palarcına. Süfra hemen üstünde. Bak buran var. Diye bak. Görsem. Babam diye tarzan yağmış da bak. Dıra. Diye. Bak buradan çıkmışız. O biri de indi. O yolu vardı. Oranlar var. Ve çıkıp oradan böyle şeyden. Biz buradan çıkanda. Buradan. Bak de buradan. Bak bir indi ben tam şeyim. Bak buradan birisini yatırdı. Rahmetli atam. Bak de buradan. Ve ben ortada. Bəhmanla buradan. Paslarında bak papam de buradan. Tür saldı. Asırdı bak buradan. Hemen de vardı. Bu sonradan akardı. Bak de. Söyleyeyim. Bak de. Nağdı de. Görsen yamak. Dedim ver şey diyeyim. Dramı çatayım. Verdi. Qaçdı çiğni verdi bırak kapıya. Durdu yanında bana kəsmir. Qaçın koydum da cimma. Biraz durdu. Allah qaçın cimdən çəkdi. Qapını çıxdı, bağladı. Götü çıxdı getdi. Bak burada buranı indiler deyirlər. Bak burada da laf var. Qalın burada da vaxtı yox. Görsən. Oradan, bak buradan çıxır. Buradan dala çıxmısınız onda, ha? Ha. Çıxıb oradan açmışıq buydu. Buranın hamısı sonradan qoyulmadı. Bax bu çiçəklə gəldi, bir dənə böyük iti qalan çuşlar. Bax sağda bir görsən, yox qaldı. Bax. Ha. Oraya darvaza. Bax buradan. Bax indi buranı ağaç bas. Bax görsən bax. Bax. Qarara çıxdı bax. Ha. Alçaq bax. Onun üstüne açdıq. Qəbirstanın içinə. Qəbirstanın içindən də xeyli yuxarı qalxdıq. Və qəbirstanın çıxandan sonra yuxarı döşsə, o da bir tərəf göstərir. Görsən, o yalın ətərində xeyli aşağı orada atan otdu. Dedi ki, düzlərini tutuldu. Sonra dedim, Hüseyin, dur qaçaq, gələcəklər. Dedi ki, gedə bilmir. Mən biraz çox dinlədim, amma dedi ki, dedi sən çıx geçsin. Mən dedim, hara gedim, mən səni burada qoy, hara edim. Dedim ki, şeydir. Dedim, burada geçsə, üçümüz də gedik, tutursaq, üçümüz də tuturuyor. Hə, oradan təzədən dururdu. Yuxarıda görsən, yal. Burada insan göstərəmirsən, tam göstərsin, ağaç qoymur. Bax, o tinə qalxdı, yalın üstə çıxanda, orada biraz dayandıq. Birimiz dedi bu tarafa, birimiz sonra Hüseyin dedi heç birimiz tanımırıq. Getdik. Özümüzü bu oradan düz boşladıq. Bəxsa göstərdiyim yer. Həmin oradan getdik aşağıda həmin düşdüyümüz yerdə bərk gəldik. Həmin asfaltı yenəndə Hüseyin dedi ki, bu Füzuliyə gedən asfaltdır. Burada bir dənə tək qəbir olmalıdır, bir dənə də tək qarağaç. Dedim mən bu yolla saman daşımışam. Safxozun Füzuliyə, bu yolla.